Salam dostlar, MT İnşaat bazasından sizləri xoş gördük. Bugün sizə MT İnşaat bazasında olan məhsullardan söhbət açacağıq və ən önəmlisi ev dam örtüklərinin izolyasiya sistemlərindən başlayacağıq. Bu günlərim gördüyünüz Penoplast. Penoplastların hər cür razmerləri var. Yəni 2'lik, 3'lük, 4'lük, 5'liyə kimi əvvəllər 5'liyə kimi olurdu. İndi isə 10'luq əziz dostlar, 10'luğa kimi varımızdır. İstehsal olunubdur 10'luq Penoplast istəyənlər üçün. Hər bir ölçüdə olduğu üçün 10'luğu da gətirdik və daş yunları. Texnicol'un daş yunları. Hər bir sıxlığa mövcud olan daş yunları var. 25, 30, 50, hətta belə 75 sıxlıq daş yunları. İçində 5.76 kvadrat və 8.64 kvadrat daş yunlarımız var. Hər bir firmaya layıq Texnakustil. Yəni Texnakum ümumiyyətcə çeşitli həddindən artıq çoxdur daş yunlarına aid. Hər bir sıxlıqda yenə var. Və ondan sonra gəlirik İsabok. İsabok nədir? Minerallı vata. Minerallı vata, əziz dostlar, yəni bu deməkdir ki, şüşəsiz. Daş yunu kimi bu da şüşəsiz, bəli, minerallı vatadır. Bunlar Rus istehsalıdır, Texnakum şirkətinə aiddir.